Niyə latok görəndə torumuza basmamalısınız? Deməli, Rusiyada bir eksperiment eləyirlər. Biraz uzundur, amma mən sizə qısaca bunu izah eləməyə çalışacağam. Eksperimentin ilk hissəsində adam 10 kilometrdən çuxura girir və görək nə baş verir. 10 kilometrdən girəndə o qədər də faciəvi bir şey olmur və disklərə, təkərə o qədər də zərər vurmur. Eksperimentin ikinci hissəsində 25 kilometrdən latoka girir və görək nə olur. Sürəti qaldırdı 25 kilometrə. Bəli, burada artıq görürsünüz ki, təkərlə diskə zərər vurmağa başlayır. Sonra sürəti biraz da qaldırır 30 kilometrə. Burada artıq bu qabaq təkərdir. İndi arxa təkərə baxın. Gördüyünüz kimi diskə tamam zərər vurdu və hava buraxdı. Bundan sonra eksperimentin növbəti hissəsində 35 kilometrə qaldırdı. Burada isə çox zərər verir. İndi diskin əyilməsini görəsiniz. Bu arxa təkərdir. Amma burada bir məqam var. Gördüyünüz kimi qabaq təkərdə zərər yoxdur. Amma əsas zərər arxa tərəfdədir, arxa təkərdədir və adam da təəccüblənir ki, niyə qabaq təkərdə bir zərər yoxdur, niyə qabaq təkərin diskindən zərər gəlmədi. Bunun səbəbi odur ki, yəni sonra özləri də izah eləyir, yaysız kütlədir. Yaysız kütlə arxaya daha çox düşür, nəinki qabağa, qabaq təkərə. Buna görə də arxa təkərə daha çox zərər verir. Eksperimentin növbəti hissəsində sürəti biraz da qaldırırlar 40 kilometrə və gəlin görək 40 kilometrdə nə olur. Və gördüyünüz kimi 35 kilometrə nəzərən, 30 kilometrə nəzərən daha az zərər verir artıq sürəti qaldırdıqca. Sonraki hissədə biraz da qaldırırlar sürəti 50 kilometrə. Qabaq təkər həmişəki kimi zərər görmür. Bəli, arxa təkərdə demək olar ki, bir zərər görmür. Bəli, 50 kilometrdə artıq bir zərər yoxdur demək olar ki. Biraz da qaldırır sürəti 60 kilometrə və bunda demək olar ki, heç nə hiss eləməyəcək həmişəki kimi. Just as we expected, that ended well. Neither of the wheels got bent. Bəli, gördüyünüz kimi yəni heç bir diskə, təkərə zərər gəlmədi. Bundan sonra eksperimentin növbəti hissəsində təkərin təzyiqini aşağı salır. Gördüyünüz kimi burada da yazıb 35 kilometrdən niskaya davleniya, yəni ki, aşağı təzyiqdə təkərlə latokun üstündən keçir. Görək nə olur aşağı təzyiqdə. Bəli, gördüyünüz kimi çox böyük bir zərər verir. Yenə də hava buraxır. Disk tamam getdi. Sonraki hissədə isə deməli latokun üstündən keçir, çuxurun üstündən. Amma nə edir? Torumuza basaraq keçir. Və ən maraqlı hissəsi də budur. İndi çuxurun üstündən keçəcək və torumuza basacaq. Səhv eləmirəmsə təkərin təzyiqi də aşağıdır. Və maşın çökdü. Baxın, üstündən keçəndə torumuza əyləcə bastı həmin anda və təkər rəhmətli oldu. Buradan əsasən iki nəticə çıxara bilərik ki, sürətlə gedirsinizsə əyləcə basmayın heç vaxt latokun üstündən keçəndə. 2. Təkərlərin təzyiqinə nəzarət eləyin, təkərləriniz normal vəziyyətdə olsun. Bu iki məqama əsas diqqət yetirin ki, çox zərər görməyəsiniz. Son olaraq isə əgər avtomobil axtarırsınızsa elan botdan istifadə edə bilərsiniz. Bu nədir? Turbazda öz filtrlərinizi yazırsınız və sizə Telegramdan hər yeni elanı bildiriş kimi göndərir. Məsələn, BMW M4 axtarırsınızsa, turbazın qabağına SS yazırsınız, sizi Telegrama aparır və
Hər BMW M4 yeni elan olduqca sizə bildiriş göndərir. Bu da o deməkdir ki, yeni maşınları, fürsətləri itirməyəsiniz, kimsə sizdən qabaq görməyəcək və hər yeni elanı bildiriş kimi anında alasınız. Bu da sizin işinizi çox rahat eləyəcək. Avtomobil axtarırsınızsa, özünüzə yaxşı baxın, yollarda çalışın, ehtiyatlı olun.